Gəl indi sənə sözlələndə bizim bu ovçu Qasımdan danışım. Bu Qasım hara gedirsə, orada özünü cəsur və mahir ovçu kimi göstərməyə çalışır. Lakin söylədikləri getdikcə həqiqi görünmür. Bir qış gecəsində kənd adamları bir araya gəlib, ovçu Qasımın şirdilmiş ov əhvalatlarını dinləyir. Qasım uydurma söhbətlər danışdıqca yalan dalınca yalan gəlir. Cəmaət də buna gülür. Əbdülrəhim bəy Haqverdiyev bu əhvalatdan bəhs edən Ovçu Qasım əsərində insanın lovğalığını və özünü göstərmək istəyini incə istehza ilə tənqid edir. Ovçuların yalan danışmaları hər bir yerdə məlumdur. Ovçu yalanı zərbil məsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb, başını bulaya və ya inki çiyinlərini qısa, yaxud dodağı altı təbəssüm edə. Ovçu o saat inciyib, daha hekayətlərin dalını söyləməyəcək və deyəcək. Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm. Xeyr, əfəndim, nə buyurursunuz? Biz heç vaxt sizin söhbətinizin doğruluğuna şək gətirmirik. Bizdə gördüyünüz halət ancaq heyrət əlamətidir, başqa bir şey deyil və ola da bilməz. Ovçu üzrləri qəbul etməyib, hekayətin dalısını söyləməyəcəkdi. Bizim qonşumuz Ovçu Qasım da bu qəbil ovçulardandır. Qış gecələrində bikar adamlar onun başına cəm olub söylədərlər. O da uzun-uzadı öz ovçuluğundan, hünərindən, 4 ayını bir gündə öldürdüyündən, gecə vaxtı darı zəmisində qırığı ilə bildirçin ovladığından, tüfəngsiz gedərkən yolda 100 tülkü gördüyündən və bu qəbil söhbətlərdən edib vaxtın xoş keçməsinə səbəb olur. Bu da qeyd edilməlidir ki, Ovçu Qasımın uydurma söhbətləri fəqət ova dairdir. Qasım iş yalanı deməz. Qış gecəsi idi. Qasım kənddə isti buxarının kənarında başı açıq əyləşib bizim üçün söhbət edirdi. Buxarının içinə yığılmış palıd kötüyü çırt-çırt yanmaqda idi. Samavar da bir tərəfdə seygah oxuyurdu. Buxarının bir tərəfində bir böyük pişik 4 ayağını və quyruğunu uzatmış xorultu ilə yatmışdı. Qasımın istəkli tulası Gümüş də qapının ağzında şonqutma əyləşib sahibinin söhbətinə qulaq asırdı. Bayırda şiddətli külək qarı səhra qumu tək havaya sovururdu. Damın taxtalarının arasından keçdikcə fabrika borusu tək fit verirdi. Yoldaşlardan birisi küləyin vıyıltısını eşidib dedi. Belə gəzən ki, belə-belə söhbətlərdir. İsti otaqda, isti buxarının kənarında əyləşib rəfiqlərlə vaxt keçirəsən. Qasım bu sözə şərik olmadı. Yox, qardaş, səhvsən. Görünür, ovçu deyilsən. Qışın belə günləri ayı ovu üçün müsait olur. Mən belə bir gündə 2 sənə bundan əqdəm 4 ayını Hacı Samlı meşəsində öldürdüm. Ayıların cəmdəkilərini meşədə qoyub gəldim ki, səhər araba aparıb gətirim. Ayıların yerlərini və yolu da nişanlamışdım. Səhər araba ilə gəldim, gördüm, kürdlər zalım uşaqları cəmdəkilərin 4-ünü də oğurlayıb aparıblar. Qasım, ayının 4-ünü də tək özün öldürdün? Mən ova tək gedirəm, həmişə yoldaşım bircə bu Gümüş olar. Bu halda Gümüş öz adını eşidib ham elədi. Gümüşün nə demək istəməsini yəqin bir sahibi bildi, bir də özü. Qasım söhbətinə davam elədi. Qırqovul vurmaq üçün dovşan ovuna, tülkü ovuna, çaqqal və canavar ovuna getmək üçün belə hava çox yarayan olar. Həmçinin ördək ovu üçün qış fəsli yaxşı olar. Ördək dedim, bir şey yadıma düşdü, sizə nağıl edim. Buyur. Bir sübh tüfəngi götürüb kənddən çıxdım. Kəndin kənarından ötərkən gördüm Allahverən kişinin bağının çəpərinə 6 ördək qonubdu. Yoldaşlardan birisi Qasımın sözünü kəsdi. Ay Qasım, axı ördəyin çəpərə qonduğunu biz anadan olandan görməmişik. Qasım istəndi. Sən öz bazarından dəm vurursan. Ördəyin xasiyyətini biz ovçular bilərik. Hər yerin ördəyində bir xasiyyət olur. Sizin kəndin ördəkləri ola bilsin ki, çəpərə qonmazlar. Ancaq bu yerin ördəkləri başqadır. Buranın ördəkləri çəpərə də qonarlar. Hələ desən, ağaclarda yuva da tikərlər. Gümüş ham eləyib sahibinin sözlərinə şərik oldu. Qasımın pərt olmağını görüb, hamımız etiraz edən yoldaşı məzəmmət edib sakit etdik. Qasım, söhbətin elə, görünür bu adam xamdır. Qasım davam etdi. Bəli, gördüm Allahverən kişinin bağının çəpərinə 6 ördək qonubdu. Yo, lənət yalançıya, 6 deyildi, 5 idi. Gümüş ham edib hürdü. Mən baxdım ki, tüfəngi ördəklərə boşaltsam, biri qalıb qalanı uçub gedəcək. Bəs necə edim ki, ördəklərin 5-ini də ələ gətirim? Bir qədər fikirdən sonra tüfəngin sümbəsini çıxarıb saldım lüləsinə. Tuşlayıb necə atdımsa, ördəklərin 5-i də kabab kimi sümbəyə keçdilər. Götürüb gəldim evə.
Biz buna bərk gülüşdük və Gümüş də ham edib hürdü. Pişik ayağa qalxıb çırpınıb belini dikəltdi. Gərnəşib evin küncünə tərəf getdi. Hamımız Qasımın hünərini tərif etdik. Qasım durub çay töküb öz əli ilə hər adamın qabağına bir stəkan qoyub dedi: "Sizə qırqovuldan söyləyim. Buyur Qasım. Atalarımızın məsəli var. 100 gün yaraq, bir gün gərək. Bir gün Qarabağırıya getməli oldum. Səhər atı minib yola düşdüm. Nədənsə tüfəngi də götürmədim və halon ki mən tüfəngsiz evdən çıxmaram. Adamın bəsarəti bağlananda bağlanır. Gümüş də yanımda idi." Gümüş ham edib cavab verdi: "Hacı Cabbarın kolluğundan keçəndə atın ayağının altından bir qırqovul toyuğu pırtlayıb qalxdı. Baxdım tüfəngim çiynimdə yox. Qamçını qırqovulun dalınca atdım. Qamçının qol halqası keçdi qırqovulun boğazına və bu halda quş uçub getdi. Bu əhvalatdan bir ay keçmiş, yolum yenə həmin kolluqdan düşdü. Bir də gördüm, həmin qırqovul toyuğu kolların arasında gəzir və mənim qamçım da boğazındadır. İndi bir söz deyəcəm, inanmayacaqsınız. Sizin hamınızın meydini görüm ki, bir zərrə yalanı yoxdur. Baxdım ki, qırqovulun dalınca 10 və ya 12 düzə gedir və hər düzənin boynunda bir balaca qamçı var." Biz bu hekayətə qəhqəhə ilə ucadan güldük. Gümüş 3 dəfə ham 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 eləyib bayıra çıxdı. Sözlənilən layihənin veb-saytından və Ko-fi platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm.